Hörmətli izləyicilər, bu gün gəlir vergisindən azad olmalarla bağlı incə bir nüansa toxunmaq istəyirəm. Biz bildiyimiz kimi gəlir vergisi dövlət müəssisəsində çalışan, neft sektorunda çalışan, özəl müəssisələrdə də əmək haqqısı 8000 manatdan yuxarı olan işçilərdə gəlir vergisinə tutulma aparılır. Və biz bilirik ki, 2500 manata qədər əmək haqqı alan işçilərdə, yəni dövlət müəssisəsi neft sektorunda işləyən müəssisələrdə 2500 manata qədər hissədən 2500-dən 200 manat çıxılmaqla 14% gəlir vergisindən tutulmalıdır. 2500-dən yuxarı olduqda isə 350 manat plus 2500 manatdan çox olan məbləğin 25% gəlir vergisinə cəlb olunur, tutulma aparılır. Amma bəzi vergi məcəlləsinin 102-ci maddəsinə sadalanan şəxslər gəlir vergisindən müəyyən qədər azaddır. Məsəl üçün, müharibə veteranları 50 olan şəxslər, müharibədə 50 qazanmış şəxslər, məsələn, qaçqın statusu olan, məcburi köçkün statusu olan şəxslər və s. Bir sual ortaya çıxır. Məsəl üçün, bir şəxs həm məcburi köçkündür. Məsələn, məcburi köçkünlər biz bilirdik ki, 100 manat miqdarında gəlir vergisindən azaddır və elə olan şəxs var ki, məsəl üçün, Azərbaycan Respublikasının vətən müharibə qəhrəmanıdır və yaxud da müharibədə 50-lik tapmış şəxsdir ki, bunlarda 400 manat məbləğində azaddır. Bu şəxslərdə, məsələn, elə şəxs var ki, həm müharibə veteranıdır, həm də məcburi köçkün statusu var. Bildiyimiz kimi güzəşt tətbiq olunur, yəni 400 manat və 100 manat. Bunlardan hansı tətbiq olunacaq? 500 manatmı, yoxsa birimi? Deməli, 102-ci maddə vergi məcəlləsinin 102-ci maddəsində, 102.7-ci hissəsində qeyd olunur ki, bu bir neçə güzəştlərin bir neçəsi həmin şəxsdə olsa, o zaman ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. Yəni, gəlir vergisi, məsəl üçün, dediyimiz kimi 400 manat və 100 manat güzəşt tutulmadan güzəşti varsa, bu zaman 400 manat güzəşti tətbiq olunur. 100 manatdan istifadə edə bilmir. 100 manat azaldılmır gəlir vergisindən.